Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib. APA'nın yeri bürosunun məlumatına görə hadisə Gədəbəy-Şəmkir yolunda, rayonun Çənlibel kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan Niva və VAZ-2106 markalı mini maşınları toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxanada dərhal yaralılara yardım edilib. Müayinələrdən keçdi, travmatoloq tərəfindən baxış keçirilir. O birisi 1959-cu il təvəllüdlü başın təpə nahiyəsinin cırılmış yarası, hər iki diz nahiyəsinin küt travması, sıyrılmış yaraları aşkar olundu. Ona da yenə həkim tərəfindən müdaxilə olunur. Vəziyyətlər stabildir. İki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar 1994-cü il təvəllüdlü Eşqin Musayev və 1959-cu il təvəllüdlü Eliyaz Hüseynovdur. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Fuad Nazimoğlu, Elşad Cəfər, Mirzə Altay, APA TV, Şəmkir.